Uzun illər içimə atmış, xatırlamaqdan qaçmışdım. İndi isə xatırlayırdım. Kaş atamın təpiyi pişiyə yox, mənə dəyərdi. Zavallı qaçıb getdi. Heç ağlamadığım kimi ağladım. Atam qəzəblə qapını çırpıb çıxdı. Mən də ağlamaqdan boğula-boğula gedib pişiyimi tutdum. Məndən də qorxurdu zavallı. Onu qucaqlayıb ağlayırdım. Anam səsimdən bezib qolumdan tutub yola atana qədər. Ya xoşbəxtlikdən, ya bədbəxtlikdən. Nə mən öldüm, nə də pişiyim. 3 il yaşadıq bir yerdə. 10 yaşım olanda atam heç nə demədən qolumdan tutub heyvan dartırmış kimi çəkə-çəkə aparıb birinə verdi. O da mənə baxıb atama bir kisə verdi. O gündən pişiyimi görmədim. Yeganə oyun yoldaşım və dostumdan ayrıldım. Artıq qul idim. 5 ildə orada əzildim. Nələr yaşadığımın üstündən keçirəm. Oradan ayrıldığım gün nəzarətçi qoca və əldən düşmüş kişi idi. Günün altında yük daşımağıma baxırdı. Odun daşıyırdım. Burnumdan qan açıldı. Odunları yerə atıb burnuma baxdım. Qanım çox duru idi, su kimi axırdı. Sildikcə qan əllərimə bulaşırdı. Qoca yanıma gəldi. Zəifliyim onu da əyləndirirdi. Ay xəstə, sən niyə beləsən, dedi. 5 il sonra yenə eyni sual. Elə bu an qoca hansısa pişiyin ambara girməyinə çalışdığını görüb, qurşağındakı xəncəri atıb ona vızıldatdı. Xəncər sapına kimi pişiyə sancıldı. Pişik çığırdı və bir-iki dəfə tullanıb çabaladı. Qanı məndə olduğu kimi ağ tüklü pəncələrini qırmızıya boyadı. Bunlar səbrimi daşıran sonuncu damla oldu. Odunlardan birini götürüb, dəqiq atışdan ləzzət alan qocanı budamağa başladım. Çənəsinə vurduğum zərbədən sümüyün xırıltısını eşidəndə odunu yerə atdım və çənəsindən yapışdım. Dartıb qopartdım. Boğazındakı damarı görüb onu da qopartdım. Özümü inanılmaz dərəcədə yaxşı hiss edirdim. Çox böyük gümrahlıq gəlmişdi mənə. Şeytani təbəssümlə dəhşət içində baxan digər qullara nəzər saldım. İndiyə qədər mənə yuxarıdan aşağı baxan, həşarət kimi davranan qullar indi məni dəhşətlə süzürdülər. Əsl kimliyimi görmüşdülər. İndi mənə qorxu ilə baxırdılar. Yəni, artıq məni hesaba qatırdılar. Görməzdən gəlib həşarat kimi davranmırdılar. Əsilzadənin xanımı tutun onu, deyə fəryad etdi. 15 qul üstümə cumanda qorxu hiss etmədim. Gümrah halda odunu əlimə alıb şeytani nəyrə ilə onlara hücum çəkdim. Birinin başını yardım, o birinin qolunu sındırdım. Biri də huşunu itirdi. Nəhayət ələ keçirildim. O qədər döyüldüm ki, gözümün biri töküldü. Amma gülürdüm. Zərbə dəydikcə qəhqəhə çəkirdim. O günə kimi özümə nifrət edirdim. Hamının mənə nifrət etdiyi kimi nifrət edirdim. Hamıdan qorxduğuma, heç kimə gücüm çatmadığına görə özümə qəzəblənir, qollarımı sivri daşlarla cızıb özümü cəzalandırırdım. Amma o gün özümü yox, başqasını cəzalandırmışdım. Və elə sevinmişdim ki, ağrılar, edam qorxusu mənə təsir etmirdi. Həyatımı qələbə ilə bitirirdim. Sonra alov gəldi. Bisneslərin içində qəzəbli və amansız döyüşçü kimi tanındım. Onları aldadıb güclü olduğuma inandırdım. Amma özlüyümdə zəif, aciz olduğumu bilirdim. Nəhayət, özümü də aldadıb güclü olduğuma inandım. Zəif adam görəndə atam kimi qəzəbləndim. Çünki özümü görürdüm onlarda. Əslində olan özümü.
Qəzəb və qəddarlığım sayəsində gizlədirdim zəifliyimi. Möhkəmcə yapışdım bu ikisindən. Özümə elə təlqin elədim ki, artıq mismar yox, çəkicəm. Sonra fədağı gördüm. O, həqiqi özünü gizlətmirdi. Əsl özü güclü və qüdrətli idi. Mənə təsir edən də bu idi. Ondan sonra kitab, Claudius, qan tökən, fikirlərim qarışdı. Həvəsləndim. İnanmaq istədim. Və deyəsən, yenə özümü aldatdım. Bu fikirlər içimdə fırtınalar yaratdı. İndi bu insanların mənə inanmaları, arxamca ölümə getməyə hazır olmaları, bəlkə də mənə xoş gəlmiş, özümü bu yalanlara inandırmışdım. Nə ölən, nə fağıl, nə də fədaq özlərini güclü göstərməyə çalışırdılar, çünki onsuz da güclü idilər. Ruhları qüdrətli idi. Bəs birdən indi də qəzəbimin arxasına sığındığım kimi kitablarımın arxasında gizlənib güclü görünməyə çalışırdımsa, onda necə? Özümə inancımı itirdim. Özünə inanmağı bacarmasan, xağısaca da inana bilməzsən. Özünü ölümə məhkum hesab edən adam həkimə necə inana bilər? Özünü aldatdığını fikirləşən adam xağısaca necə inana bilər? Dənizdə boğulanda xilasına ümidin yoxdursa və əlini uzatmırsansa, birinin əlindən tutacağına necə inana bilərsən? İnam itirsə, rahatlıqda, sevincdə, gözəllikdə hər şey itir. Bu mənzərəli, xoş setra indi ürəyimi sıxırdı. Gecə mənə xəncər çəkən döyüşçü həz içində atını çapırdı. Zəhmi yox olmuşdu. Uşaq kimi gülümsəyən üzü işıq saçırdı. Ümidi qayıtmışdı. Hər şey geri gəlmişdi. Atam minməmişdən əvvəl özünə inamı etmişdi. Özünü sərt şəkildə ittiham edirdi. Mən ona gülümsəyəndə tez gözünü çəkmişdi. Qorxurdu ki, gülümsəməyimə baxsa yenə özünə inanar və yalanda boğular. Fikirləşirdi ki, buna layiq deyil. Fikirləşirdi ki, uzun illər özünü aldadıb, müjdələnmişi gözləyib və gələndə ona xəncər çəkib, deməli illərlə özünü aldadıb. Özünü aldatmaq ağır idi. Çünki nə qədər çox aldatsan, həqiqət o qədər sərt qamçı vurur. Fikirləşdim ki, zəif idim. Atam məni vurdu. İndi də özümü aldadıb güclü oldum və həqiqət daha sərt zərbə endirdi. Uzun müddət sonra mən yenə özüm oldum. Özümü qoruduğum qəzəb qalxanı parçalandı. Müjdələnmiş olduğum xəyalından yaranan zirehim parçalandı. Mən yenə həmin uşağa çevrildim. Yenə mismar oldum. Hər halda müjdələnmiş olmadığımı deyəcək, mənə inananların gözündəki ümidin yerini alan ifadə ilə özümü cəzalandıracaq, sonra da çəkicin, izbemin yanına gedəcəkdim. Planım bu idi. Mismar olmağa vərdiş eləmişdim. İndi anasını axtaran quzu kimi çəkic axtarırdım. İlk zərbəni də həqiqət vurmuşdu mənə. Bu fikirlər ağlımda dolandıqca üzüm qızarıb yanırdı. Elə bil qamçıların yeri göynüyürdü. Bu zərbə qaysaq bağlamış yaraları yenidən qanatmışdı. Nə qədər yüksəkdən yıxılsan, o qədər ağrı çəkərsən. Mən göydən yerə düşmüşdüm. Xaxsacı itirib, xacma olmuşdum. Özümü saxtakar hiss edirdim. Ölünün mənə qəzəblənməyini təsəvvürümə gətirirdim. Fağılın kövrəlməsini və iltihanın ürək yanğısını düşünürdüm. Zena və Dur xanımdan qorxurdum. Uşaq vaxtı pişiyimdən qorxduğum kimi. Başa düşmüşdüm ki, insan sevdiklərindən qorxur. Pişiklə oynayanda fikrim onda olurdu ki, birdən incidərəm, qorxudaram, birdən mənə acığı tutar, birdən qaçar və məni tərk edər. Bu insanlarla da Claudius'un dediyi kimi ləçəkləri qırmızı və qara olan laləni ləçəkləri düşməsin deyə necə incəlik, zərafətlə dərirlərsə ondan daha diqqətli idim. Amma indi xeyli getmişdik. Yola çıxdığımız bəlkə 2 saat olardı.
İltiğin dedi. Fasilə verə bilərik? Başı ilə fağılı göstərdi. Yaşına görə qıvraq olsa da tövşüyürdü. Mən dincəlirik deyə göstəriş verdim.